yiyəsiyə görə, çünki pendirin içərisində kalsium var, sümükləriniz, dişlərinizi möhkəmləndirir. Eləcə də fol turşusu var, hansı ki, fol turşusu orqanizm üçün çox vacibdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Ən əsası, yaddaşı gücləndirir, möhkəmləndirir, sinir sisteminiz üçün çox faydalıdır. Ümumiyyətlə bilirsiniz də, pendirin içərisində zülal çoxdur və süd zülalıdır, hansı ki, süd mənşəli zülaldır və orqanizm üçün çox faydalıdır. Bədəni ehtiyacı olan heyvani zülalını təmin edə bilir və bədənə enerji verir. Və mütləq qeyd etməliyəm ki, bir çoxlar bunu bilir, amma bir daha da qeyd edeyim, pendir həzmi yaxşılaşdırır, ona görə də həzm problemləri olanda pendir yemək bizə çox kömək edir.